Salam kanalımın dəyərli üzvləri, mən Günəş müəllimə. Bu gün sizinlə 8-ci sinif biologiya, yeni istifadəyə verilmiş biologiya kitabını müəyyən qədər təhlil etmək istəyirəm. Bir çox sosial şəbəkələrdə də yeni kitabla bağlı müəyyən narazılıqlar var müəllimlər tərəfindən. Bunun əsas səbəbi ondan ibarətdir ki, mən özüm də müəyyən qədər kitab maraqlı bir kitabdır. İçərisində məlumatlar boldur. Yəni demək olar ki, standartlara uyğun bir formada tətbiq olunub. Sadəcə olaraq mənim də müəyyən kitabla bağlı narazılıqlarım var. Bunun səbəbi ondan ibarətdir ki, dərsliyin ilk bölməsi başlayır həyatın kimyası bölməsindən. Və burada hüceyrənin kimyəvi tərkibi, su haqqında, fermentlər haqqında, maddələrin hüceyrə membranda daşınması haqqında mövzular var. Və bu mövzuları bilmək üçün şagird hökmən kimyanı yaxşı bilmək. Birinci mövzudan başlayaq. Birinci mövzu hüceyrənin tərkibi, kimyəvi tərkibi su mövzusudur. Adından bəlli olduğu kimi söhbət kimya fənninə çox toxunacaqdır. Burada nədir? Biz kimyanı 7-ci sinifdə elementar səviyyədə öyrənmişik. Kimyəvi işarələri müəyyən qədər, birləşmə reaksiyaları, parçalanma reaksiyaları, sadə eksotermik və endotermik reaksiyalar, yəni bu səviyyədə öyrənilibdir. Yalnız burada artıq su molekulunun quruluşundan danışanda gördüyümüz kimi səhifə 9-da hidrogen rabitəsindən söhbət gedir. Səhifə elə 10-cu səhifədə hidrogen rabitəsindən söhbət gedir. İyonlardan danışırlar, xlorək duzunun natrium və xlor iyonlarından, karboksil və amin qrupu, hətta onların formulu belə verilib, hidroksil qrupunun formulu verilibdir. Və s. Molekullarda polyar rabitələr, qeyri-polyar rabitələr. Bunları şagird hələ ki kimya fənnində keçməyib, bilmir. Ona görə bu mövzu onun üçün çox çətin gələcəkdir. Digər mövzuda isə vəziyyət daha da qəlizləşir. Məsələn, hüceyrənin üzvü birləşmələri 1.2-ci mövzu. Burada artıq kitabda da yəni göstərə bilərəm. Şaxələnmiş zəncir, uzun zəncir, halqa. Yəni bunlar artıq karbon atomlarının digər atomlarla birləşən skeleti deyirlər. Bunlar üzvü kimyada keçirilən quruluşlardır. Hələ üzvü kimya, uşaqlar hələ qeyri-üzvü kimyanı sadə quruluşda öyrənirlər. Biz onlara biologiya fənnində birbaşa üzvü kimya da artıq karbon zəncirindən danışırıq. Kondensləşmə, hidroliz. Daha sonra burada adı çəkilir glukoza, fruktoza, galaktoza. Yəni bunların sadəcə uşaq adını öyrənəcək. Burada uzaq başı əzbərləmə texnologiyası deyəcək. Bunun uşağın başa düşməsi qeyri-mümkündür. Çünki uşağın əvvəldən bu mövzu ilə bağlı bazası olmalıdır. Baza olmadığı halda bunu yalandan əzbərləməyin nə adı var axı? Mən onu başa düşmürəm. Növbəti səhifəyə keçid eləyəndə bizi daha fərqli bir mənzərə qarşılayır. Səhifə 14-də artıq glukoza, galaktoza, fruktoza kimi kimyəvi maddələrin formullarından söhbət gedir. C6, H12, O11 və yaxud da ki disaxaridlər, monosaxaridlər, bunların C12, H22, O11 və s. belə. Maltozadan danışılır, səməni şəkərindən, laktoza, süd şəkərindən, saxarozadan, sonra nədir burada? Disaxaridlərin əmələ gəlmə reaksiyası, maltozanın yaranması və yaxud da ki, disaxaridlərin parçalanması, maltozanın hidrolizi. Yəni bunları yalandan uşağa öyrətməyin heç də böyük bir mənası yoxdur. Çünki sadəcə uşaq əzbərləyəcək. Fikirləşin ki, bir ev tikirsiniz və o evin bünövrəsi yoxdur. Bünövrəsiz formada bir ev inşa olunur. O ev ilk zərbədən paramparça olacaq. Yəni zəlzələnin ilk zərbəsindən, ilk balından paramparça olacaq. Bu da elə bir şeydir. Yəni burada lipidlər mövzusu, zülallar mövzusu, nuklein turşular mövzusu da var. Lipidlərdə nə danışır? Deyir ki, gliserol və 3 yağ turşusu. Gliserol və 3 yağ turşusu sadəcə əzbər. Zülallardan amin turşularından ibarət zəncirlərin quruluşunu göstərib burada. Natrium hidroksid və s. Daha sonra gəlir burada nuklein turşularına DNT və RNT. Burada şəkər molekulu, şəkər fosfat skeleti var. Azot əsaslarını göstəribdir. Yaxşı, azot əsaslarını müəyyən qədər başa düşmək olar. Amma kitabın ümumiyyətlə özünün yazılış dilində, məsələn, fermentlər bölməsinə gələndə burada bir çox şeyləri uşaqlar, yəni bacardığımız qədər başa salmağa çalışırıq, amma uşağın kimyadan bazası yoxdur. Kimyadan bazası olmayan uşağa biologiyadan birbaşa bu cür mövzuları vermək təbii ki, absurddur. Mən asılım 8-ci sinif kimya kitabına nəticə itibarilə əgər kitabı dəyərləndirməyə qalsa, kitabın ümumiyyətlə birinci bölməsi tamamilə demək olar kimiyaya aiddir. Biz bunu əvvəllər yuxarı sinifdə, 9-cu sinifdən başlayırdıq, 8-ci sinif insan orqanizminə öyrənirdi. 9, 10, 11-ci sinifdə artıq ümumi biologiyada bunları hissə-hissə öyrənirdik. Və onda biz kimyadan da biliklərimiz
daha çox olurdu. İndi isə kimya bilməyən bir uşağa biz biologiyada bu qədər qəliz bir mövzuları öyrətməyə cəhd edirik, çalışırıq. Biz müəllimlər olaraq təbii ki, hər kəs məndən razılaşmaya bilər, ancaq bu mənim şəxsi fikrimdir. Mən bu kitabın şəkillərini, sxemlərini bəyənə bilərəm. Mən müəllim olaraq bunu dərk edə bilərəm. Amma biz 8 il uşaqlarla işləyirik və o uşaqların kimyadan hələ ki müəyyən qədər anlayışı var, çox anlayışı yoxdur. Kitabları tərtib edərkən çox xahiş edirəm ki, uşağın yaş səviyyəsinə diqqət edəsiniz. Sağ olun.